Pomidor harda görmüşdüm. Orada araba var, orada yürü var. Getir əlləri tutma. Aslında buradan aşılıyor. Burada xaraba deyil. Yol üstü bazara gəlmişdik. Gedirik. Elə çox bir şey almadıq. Bir-iki bir şey alıb gedirik. Adətində maşınlar olmasa var. Buna da girdin çıxmaq çox çətindir, çox. Gəldik və qısa sizə nə almışıq onu göstərim. Sonra keçim işlərimə. Dəhşət çox işim var. Yemək falan hazırlamalıyam. Deməli bir dənə qarpız almışıq. Belə bir dənə 7 kiloydu səhv eləmirəmsə qarpız almışıq. Daha sonra soğan. Sonra pomidor. O qədər bahadır pomidor. Yaxın durmaq olmur. Burada mən almışam badımcan. Belə qəşəng badımcanlar almışam. Lobya almışam. Lobyadan möhtəşəm bir dənə resept deyəcəm. Sizə qapını örtsələr, siz mənim səsimi eşitsəz, qəşəng bir dənə turşu resepti gəlir. İzləmədə qalın. Daha sonra belə yelpənək xiyar aldıq. Qəşəng. Sonra biber, qırmızı biber, yaşıl biber qarışıq aldım. Daha sonra bir dənə yağ. Bir də incir var idi. Qəşəng baxın. Nə gözəl incirlərdir. Belə. Dəniz o tərəfin işığın yandır. Belə qəşəng incirlər var idi bazarda. Belə qabda satırdılar. Bundan aldıq. Bu qədərinə 3 manat verdik. Çox qəşəngdir, amma hələ bişirməlik deyil məncə. Hələ yeməyə yaxşı idi incir bazarda. Daha sonra bu da Suzinin bunlar veşləridir. Deməli, Suziyə də korum almışam. Bu korumdan sevir. Daimi demək olar ki, bundan alırıq. Ürəkli korum. Bir dənə Felix almışam. Evdə də var idi deyənə bir dənə aldım. Daha sonra Suziyə belə mal əti, bir də toyuq ətidir. Bunlar nədir? Ödül maması da necə deyim, çox dadlı bir şey olur, amma daimi vermək olmaz da, arada alıb vermək olar. 2 dənə də bundan aldım, çoxdan da Zuziyə almırdım. Bunlar yumurta, çörək, belə şeylər. Vəssalam. Ödül maması veririk, görək sevəcəyimi. Bu sevmir də. Görək yiyəcək. Sadece dad tanıştım. Bu deyəsən maləti olandı. Sevdi. Sıx yavaş-yavaş. Bu daha çox toyuq sevir də. Toyuqlu olanları sevir. Amma mən istəyirəm ki, hamısından yesin. Belə bax, dayan. Dayan, bir dəqiqə göz. Allah, qıcıma, qıcıma, qıcıma. Tut. Ay, düşəcək. Daha yedim. Yalasın yuvarı. Fikirləşir hələ. Qoy deyən ağzına çox gedir. Bir de Bu da ödül maması macəramız. Arada veririk. Amma Suzi çox sevmir. Mal əti olanı heç sevmir. Ən çox toyuqlusunu sevir. Mən istəyirəm yesin, amma o çox istəmir. Bunu bayıldığı Felix. Əlvə tökmə, elə or paketdən ver. Az sıx, mən çox sıxdım. Aha, deyən ağzında çoxdur. Aha, istəmədi. Suzi niyə? Yoldaşım yemək falan yedi, getdi. Mən də keçdim qaz başına. Deməli, burada nə hazırlayıram? Bu günortanın yeməyi olacaq. Günortanın axşamı nə bilim də, nə vaxt gəlirsə. Deməli, qat-qatdır da, laylay da deyir qaynana. Badımcan, kartof, soğan, pomidor, qırmızı biber, yaşıl biber, acı biber, sarımsaq doğramışam. Üst-üstə də belə qat-qat qoymuşam, bu bişsin. Burada da suyum qaynayır. Lobya almışdım bazardan, bilirsiniz. Lobyalarımı təmizləmişəm, yummuşam. Deməli, mən hazırlayıram lobya turşusu. Bu suya indi əlavə edəcəm lobyalarımı. Lobyalarımı əlavə edəcəm. Biraz pörtlənməlidir, amma 2 dəfəyə əlavə edəcəm, çünki çoxdur. Bura qəşəng pörtlənlə gedim dən kəpkirimi gətirim. Yox, elə bir dəfəyə tökəcəm, çünki qazanda kifayət qədər yer var idi. Deməli, bunlar belə burada pörtlənir.
Bilmirəm bu turşunu hazırlayan var, yoxdur. Mən çox sevirəm. Bununla bir yerdə 3-cü dəfədir hazırlayıram. Keçən il heç etməmişdim. Bu il yenə keyfimə düşdü. Deməli, bu bir 10 dəqiqə, 7-8 dəqiqə baxır da lobyanın tərkibinə. Da qalacaq. Uy, firar yapdı. Bunu da qaytarırıq yerinə. Bu niyə belə olub? Bu neysə xoşuma gəlmədi. Bunu ona atdım. Belə şoklama eləyəcəyik daha sonra. Necə? Yəni bunu qaynar bu sudan götürəcəm, əlavə eləyəcəm bu qabın içərisinə. Burada soyuq sudur, buz kimi. O olacaq şoklama. Lobyaları nə vaxt götürə bilirik? Belə lobyanı baxırıq. Rahat qatlanırsa, qırılmırsa, rahat qatlanırsa, deməli ki, lobyamız hazırdır. Bütün ərzaqlarımı hazırladım, gəldim. Deməli, bunu şokladım, yəni ki, isti sudan çıxartdım lobyaları, tökdüm soyuq suya. Sonra soyuduqdan sonra süzdüm. Süzdükdən sonra belə qaldı. Tamam, soyudu. Baxın necə kövrək və yumşaq olur. Soydu. İndi onları bankaya yığacağam və onun içine və daha sonra onları bankalara yığacağam. Bankaların içərisinə də qırmızı biber, yaşıl biber və sarımsaq əlavə eləyəcəm. Dəfnə yarpağı falan heç nəyə ehtiyac yoxdur. Elə sarımsaq, qırmızı biber, şirin biber, bir də lobyanın özü bəs edir. Bir də duz, pesok, bir də uksus əlavə eləyəcəm. Lobyaları doldurdum. 3 banka alındı məndə. Deməli, hər bankaya bir xörək qaşığı duz. Amma tam dolu olmayan. Bu banka biraz balacadır. Ona görə yarım qaşıq duz kifayət eləyir. Daha sonra bir dolu olmayan çay qaşığı da şəkər tuzu. Belə. Daha sonra üzərinə qaynar çaydandan su əlavə eləyəcəm. Uksusunu töküb bağlayacağım. Çok memnun oldum sizinle tanıştığım. Qaynar da çaydandan su əlavə eləyirəm. Doldu. Onları sıxdım, qoydum yerinə, adyala, yəni bastırdım, qalın adyala.
Sonra belə əlimdə tərəvəzlər var idi. Dedim ki, niyə də yox. Olsun elə 3 banka belə-belə də yığılır da. Heyfim gəldi daha doğrusu əlimdə olan ərzaqlara. Orada bir dilim o günkü keksdən qalıb. Deməli bunları doğrayacağam. Asorti tutmaq kimi də dolduracağam, amma qaynatmayacağam. Hansı üsulu yoxlamaq istəyirəm? Deməli dolduracağam. Duzunu falan tökməyəcəm. Qaynar su tökəcəm üstünə tərəvəzləri doldurduqdan sonra. O qaynar su soyduqdan sonra onu boşaldacağam. Təzədən üzərinə duzunu, pesokunu əlavə edib, uksusunu əlavə edib, qaynar su töküb, sıxıb bastıracağam bunu. Bu üsulla eləmək istəyirəm. Görək necə alınacaq. Belə bunları hazırladım burada. Deməli məndə 4 banka alındı. Asorti, qarışıq, hər şey var içərisində. İndi doldurum su ilə 1 xörək qaşığı pesok duz tökmüşəm. Çox dolu olmayanda, yəni. Bunu niyə belə eləyirəm? Anam gəldi, dedi ki, ay qız boş ver. Boşaltmağa ehtiyac yoxdur. Elə hər şeyini vur, qaynayan su tök, elə. Nədir o? Sıx bastır. O qədər dir eləmişik ki, elə qaynatma. Belə yoxlayacağım. Görüm necə olacaq. Suyunu da tökürəm. Dəniz də hazırlığa gedir. Bu da belə. Çayını qoyum. Baxın, belə hazırladım. Tez sıxdım ağzını. İndi bunlar gedir acıyanın arasına bükülməyə. Ben dedim çayı da asını çəkeyim. Belə iri yarpaqdır. Paşa çay işlətmişik, amma bu qırmızı paketi heç vaxt işlətməmişdik. İşlətmişik qırmızı, yadımdan çıxıb onda. Yarım kilolukdur. Xalis çəksi 400 qram. 400 qramlıqdır. Məncə iri bir xırdasını işlətmişik. Almarketdə bəzən endirimlər olur. Almarket fürsətlərin qaçırır. Çayımız qutarmışdı demək olar ki. Boş idi. Axırıncısı indi də yeşəyədə duz var. Duzu boşaldırıq yeşəyə. Yaxşı bağladım. Çayımızı da töktük. Günün son işi də bu çay tökmə olsun. Xeylaq qaldı içində.
Bir dəfə də bunu tökərəm. Biz olsa bir dənə çay 2 dəfə. 400 qramlığı 2 dəfə tökürük. Qabı da böyükdür. Həm də ki çay çox içilir. Günün son işi o da bu olsun axşamı. Belə bunu da qoymuş qapağa. İkinci günümüzdən sabahlarınız aydın olsun. Gününüz xeyirli, uğurlu, bərəkətli keçsin mənim əziz izləyicilərim. Deməli gəldim burada, oturum burada veşlər olan yerdə. Gəldim oturdum ki, gəldim bunları sizə göstərim. Deməli mən bunların üzərini açmışam artıq. Hələ ki bir şey yoxdur, hər şey qaydasındadır. İnşallah ki də heç nə olmaz. Bu lobya turşum. Baxın. Bu lobya turşum. Bu da qarışıq, asati doğrama tutmam. Hər şey var içərisində. Qırmızı biber, kök, sarımsaq, soğan, pomidor, yaşıl biber, acı biber. Hər şey var içərisində, hər şey. Belə. Bunları belə açmışam. Dedim qoy sizə də göstərim. Bunları belə paketləyəcəm. Get. Dəniz hazırlığa gedir. Ehtiyatlı ol dediklərimi də unutma, yaxşı? Belə paketə yığacam, bağlayacam. Yəni burada qalmayacaq. Çünki burada darısqalçılıq eləyir. Bankalar əldə ayaqda qalmasın. Bu ev çox kiçikdir, bilirsiniz. Ona görə gedəcək. Veşlərimiz olan evə. Ora gedəcək. Belə qoymuşam. Buram. Amma bir dənəsinə acı biber atmaq yadımdan çıxıb, bilmirəm ona nəysə olar. Heç nə olmaz, amma məncə elə adam var, heç acı biber atmır, acı olur deyənə. Acı biberdə əlavə turşumuz var da. Belə dedim, bunları da sizə göstərim. Bu vlogun axırına da bunu qoyum. Bir dəfəlik vlog bağlanmış olsun.